Allah hər birinizə uzun ömür, can sağlığı, xoşbəxtlik versin. Çünki bu həyatda xoşbəxtlik çox önəmlidir. Çünki xoşbəxtliyin içində hər bir şey var. Yəni can sağlığına tutmuş hər bir şey var. Və 8 Mart Beynəlxalq Qadınlar Bayramı günü münasibətilə hər birinizi təbrik edirəm. Hər birinizə uğurlar arzu edirəm. Hər birinizə ən əsası da bu təhsil həyatınıza nailiyyətlər arzu edirəm. Və gəldiyiniz üçün çox sağ olun. Bir daha bayramınız mübarək olsun. Çok sağ olun.